Sizin də 8-ci riyaziyyat kitabından olan tapşırıqları işləyəcəyik. Deməli, birinci suala baxırıq. Deyir ki, bu nöqtələr verilib, A, B, C, D nöqtələri. Deyir, bunlardan hansı y bərabərdir, kök altı x funksiyasına aiddir. Y bərabərdir, kök altı x. Yəni, A-ya baxıram. A-da verib 9, 3. Yəni, x-im 9-dur, y-im 3. Gəlin qoyaq. Kök altı 9 bərabərdir 3. Okey. Deməli, bu nə olacaq? Aiddir. B. 64, 8. Yəni, x 64-dür, y 8-dir. Kök altı 64 bərabər 8, bəli, aiddir. Keçirəm C variantına. Mənfi 81, 9, mənfi 81, 9. Deməli, x mənfi 81-dir, y də 9. Deməli, kök altı mənfi 81 bərabər 9 aid deyil. Biz bildik ki, kök altı ifadəmiz nə ola bilməz? Mənfi ola bilməz. D bərindən baxıram, 81 mənfi 9. Deməli, kök altı 81 bərabərdir mənfi 9. Bu da aid deyil. Çünki kök altı ifadəmizdən çıxan ifadə mənfi ola bilməz. Sonra gəldik 10-cu suala. Deyir ki, uşaqlar, y bərabər kök altı x və y bərabər 6 minus x funksiyalarının qrafiklərini eyni koordinat müstəvisində qurun və kəsmə nöqtəsini göstərin. Gəlin, baxaq. Deməli, bunun üçün gəlin, burada bir təzə səhifə açaq. Aha, getdik. Deməli, bizə 2 funksiya verib. Y bərabərdir kökdə x, y bərabərdir 6 çıxılsın x. Mən bunları dəyərləndirmə aparacağım, uşaqlar. Baxın. Yəni, məsələn, burada bura x yazacağım, bura y, bura x yazacağım, bura y. Məsələn, x-i 1 versəm birinci. Y nə olur? 1. X-i 4 versəm 2 olacaq. 0 versəm 0 olacaq. 9 versəm 3 olacaq. İndi gəlin bu tərəfə baxaq. X-ə mən 1 versəm y nə olur? 5. X-ə məsələn 4 versəm y nə olur? 2. X-ə məsələn buradakı kimi 0 versəm y nə olur? 6. X-ə 9 versəm y nə olur? Mənfi 3. Gəlin koordinat sistemində bu funksiyaların qrafiklərini quraq. Baxaq. Buradan ayırıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5. Bir neçə bəsdir. Bir dənə də buradan bir neçəsini çəkdim, qurdum. İndi gəlin, y bərabər birinci kök altı x funksiyasını qurum. X-ə 1 verəndə y 1 olub, gəldim, işarələdim, bu 1. 0 verəndə 0 olub, bu bir nöqtəm. X-ə 4 verəndə y 2 olub, gəldim, onu da qurdum, uşaqlar. X-ə 9 verəndə 5, bu 4-ümdür. 5, 6, 7, 8, 9. Bu mənim kimdir? Olub 3. Buradan da belə bunu gətirdim, qurdum. Və gəldim, əyrimi çəkdim. Bu biri. Keçirəm indi o biri düz xəttimin, funksiyamın tənliyin qurma. X-ə 1 verəndə y olub 5. 4, 5. Bu bir nöqtəm. X-ə 0 verəndə y olub 6. X-ə 4 verəndə y olub 2. Sonra x-ə 0 verəndə y olub 6, bunu qurdum. X-ə 9 verəndə y olub mənfi 3. Gəldim, bunu da qurdum. Deməli, mənim funksiyamın qrafiki düz xətti bu nöqtələrdən keçər. Kəsmə nöqtələrinin koordinatı isə oldu, uşaqlar, 4, 2. Bu şəkildə aydın formada işləyə bilərik. Gəldim, deyir ki, y bərabər kök altı x funksiyasının qrafikindən istifadə edərək x bərabər 10 olduqda və y bərabər 2,5 olduqda x-i tapın. Deməli, uşaqlar, ümumiyyətcə, gəlin, səhifə açaq. Y bərabərdir kökdə x funksiyasının qrafiki bizdə, baxın, belədir. Bu 0-dır, bu da kökdə x funksiyası, y bərabərdir kökdə x funksiyasının qrafikidir. İndi deyir ki, y bərabərdir kökdə x funksiyası, x 10 olduqda. 10.
Yəni y bərabərdir kökdə 10-a. Bunun təqribi qiymətini tapmaq üçün uşaqlar, mən kökdə 10-dan, yəni x-in 10 qiyməti bilirik ki, hardasa buralardadır. Belə deyim, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gəldim, tapdım. Ondan qabaq x nə var? 9 uşaqlar, eləmi? Y bərabərdir. Kökdə 9 yazsaq nə verir bizə? 3. Və belə deyim, ondan sonrasını gəlin fikirləşək ki, kökü tam olan ədəd hansıdır? X bərabərdir 16. Onda y nə olacaq? Kökdə 16, yəni 4. Deməli, bu zaman anlayırıq ki, x kökdə 10 qiyməti intervalı bizdə təqribən yerləşir. 1, 2, 3, bu da 4. Yerləşəcək, bax, 3 ilə 4-ün arasında. Aydın oldu. Bu şəkildə qrafiki istifadə edib qura bilirik. Y bərabərdir 2,5 olduqda. İndi kök altda x bərabərdir 2,5. İndi hansı ədəddən kök çıxanda bizə 2,5 verir uşaqlar? Bu isə aydındır ki, y bərabərdir 6,25 olarsa bizə nə verər? Kök altında 6,25 bizə 2,5-i verər. Sonra gəldik, y bərabər kökdə x funksiyalarından istifadə edərək, funksiyanın qrafikindən istifadə eləməmişdə deyə bilərik ki, uşaqlar, məndə burada kökdə deməli, baxın, kökdə 10, kökdə 11-dən kiçikdir, kökdə 3, kökdə 4-dən kiçikdir, həmçinin kökdə 12, kökdə 15-dən kiçikdir, burada bizdə kökdə 8 də kökdə 9-dan kiçikdir. Aha, xanaların yerinə uyğun ədədləri yazaraq müqayisə edin. Deməli, uşaqlar, bunlar da kökdə müqayisədə ən rahat üsul, kökdə olmayan ədədi kökə gətirərək müqayisə etməkdir. Baxın, burada verib kökdə 7 və 4. Siz 4-ün yerinə nə yaza bilirsiniz? Kökdə 16. Onda deməli, kökdə 17 daha böyükdür. Kökdə 12 və 3. Siz 3-ün yerinə yaza bilirsiniz? Kökdə 9. Deməli, bu tərəf böyükdür. 7 kökdə 50. Siz 7-nin yerinə kökdə 49 yaza bilirsinizmi? Deməli, 50 böyükdür. Və kökdə 0,1 və 0,3. Mən bunun yerinə 0,9 yazıram. Onda deməli 0,1 böyükdür. Fərqin işarəsini müəyyən edin. Kökdə 10 çıxılsın kökdə 14. Uşaqlar, bu 0-dan kiçikdir. Kökdə 7 çıxılsın kökdə 8. Bu 0-dan kiçikdir. 1,4 çıxılsın kökdə 2. Mən burada 1-in yerinə kökdə 1,96 yazıram. Çıxılsın kökdə 2. Deməli, bu necə ədəddir? 0-dan kiçikdir. 1,8 çıxılsın kökdə 3. Mən bunu belə bilməyəcəm. 1,8 salıram, 3,24 çıxılsın kökdə 3. Deməli, 0-dan böyükdür. Sonra gəldik növbəti çalışmada. Bizə deyir ki, uşaqlar, deməli, ədədləri artan sırayla düzək. Gəlin, baxaq. Deməli, verib kökdə 2, kökdə 5, 1,4, kökdə 3, bunların arasında nöqtəyə vergül, 1,8. Mən bu ədədlərin yerinə, bunun yerinə 1,96 yazıram. Bunun yerinə kökdə 3,24 yazıram. Artıq artan sırayla düzə bilərəm. Deməli, ən kiçiyi 1,4. Sonra kökdə 2 gələr, sonra kökdə 3 gələr, sonra 1,8 gələr və ən böyüyü də kökdə 5 olacaq. Yəqin ki, fikrim aydın oldu. Gəldik B bəndini artan sırayla düzməyə. Deməli, B bəndində mənfi kökdə 3, mənfi kökdə 2, mənfi kökdə 7, mənfi 3, mənfi 1,7. Mən bunun yerinə kök altında mənfi 2,89. Daha doğrusu mənfi kök altında 2,89. Baxsanız, uşaqlar, deməli, baxın, belə deyim, bu sıfırımız burada. Deməli, mənfi 3 buradadır, bu heç. Yəni, mənfi 3-ümüzün yeri rahatdır. Mənfi kökdə 3 nə olacaq? Haradasa yerləşəcək. Deməli, 1 ilə 2-nin arasında. Baxın, bu mənfi 1-imizdir, bu mənfi 2-imizdir. Deməli, o bizdə yerləşəcək burada. Haradasa buraların arasında. Bu mənfi kökdə 3. Aydın oldu. Sonra bu mənfi 3-ümüz bu heç düzdür. İndi kökdə 7. Mənfi kökdə 2 də həmçinin, bax, bu aralarda yerləşir, mənfi kökdə 2. Mənfi kökdə 7. Mənfi kökdə 7 də kökü olan mənfi kökdə 4 ilə mənfi kökdə 9-un arasında yerləşəcək. Deməli, haradasa buralara yaxın mənfi kökdə 7 yerləşəcək.
Əyin oldu. Burada düzdür. Bu da mənfi 2-dən %89-dur kök altında. O da yerləşəcək 2 ilə 3-ün arasında, amma 7-dən daha qabaqda. Yəni burada da mənfi kök altında 2-dən %89. Daha doğrusu əstəğfurullah uşaqlar, mənfi 1.7 verib. Aha, bu buralarda bir yerdə yerləşəcək. Aha, və salam. Bundan sonra müqayisə etmək asandır. Artan sıraylarda isə mənfi 3, mənfi kökdə 7 bizim bu tərəfdə gələcək. Yəni bu olur mənfi kökdə 9, yəni mənfi 3. Sonra gələcək mənfi kökdə 7. Sonra gələcək mənfi kökdə 3. Sonra gələcək mənfi 1.7. Sonra gələcək mənfi kök altında 2. Və salam. Bu şəkildə artan sırayla düzdür.